buradan gedirik Kyoto'ya. Japonya'nın en süratli qatarıyla, Shinkansen'le. Biletleri önceden almak lazımdır ve biletler iki yere bölünür. Rezerv ve rezerv olunmalı. Biz rezerv almışıq ve özümüzün yeri var orada. Öz saytlarından almak olmadı. Ben başka programdan almışam. Programın adı da Klok'tur. Yani öz saytlarında bizim kartları qəbul eləmək. Geldik çıktık Kyoto'ya. Neler geldiniz? Yatırsınız. Kyoto'nun müzeyiydi bu da. Burada pahalıdır. Tokyo'da sonra Kyoto bizi təəccübləndirdi sözün yaxşı mənasında. Küçələri o qədər düzəndir də, yəni 1 kilometr yol gedəcək, düzən küçədə də baxırsan ucu görsənmir küçən. Yəni o dərəcə. Bax o başa gedir sadəcə. Daha şirin, daha otantikdir Kyoto. Biz də çözəmədiyimiz bu işıq dirəkləri oldu. Niye bu kadar ışık dirəkləri və üstten gedir? Yəqin bir bildikləri var dediler kızlar. Japonya'ya gelip Türk restoranına gelmişik. Japon yemeklerinden Ezyabol dedik qaydık. Adana yedik. Japonski dondurmalardır böyle. Bu da şirniyatlar. Bu da bundan çıkkılı hamam taneti. Bizler kimi Malaca vannaları, Malaca hamam tanetleriydi. Kyoto'nun en meşhur abidələrindən biri Nijo Castle'a gelmişik. Əvvəllər bura İmperial Saray olub. Giriş içəri 1300 yendir. Təxminən 12 manat. Və saat 5'e kadar açıq olur. Bu Nijo Castle'ın içində olan sarayın adı Ninomigoten sarayıdır. Ninomaru Goten 1603-cü ildə hakimiyyətə gəlmiş Edo hakimiyyəti dövründə tikilib. Sarayın içinde şeyleri, video falan çekmeye icazə vermirlər. Əsasən imperatorun otağı, imperatorun gözləmə otağıydı və renklərlə, müxtəlif naxışlarla bəzədilib. Geldik çıktık Fujimi Inari'ye. Komi Shrine'ın en baş məbədinə gəlmişik. Fujimi Inari'ye. Japonya'da Shintoizm resmi dindir və bu sonradan Buddizmlə birləşib və onlar əslində çox da özünü həm Şintoist, həm də ki Buddist hesab eləyirlər. Bu iki dini birləşmiş hesab olunur, amma bu məbədlər
Şintaizmin məbədləridir. Bunlar üçün çox tanrılıqdır və əsasən spiritual, yəni mənəvi ruha inanırlar və müxtəlif allahları ibadət edirlər. Buranın koruyucularından biri Türkiye hesabı olunur. Ve bu tilki buranın koruyucusu, müqəddəsi sayılır. Sarı tunelin içiyle gedirik belə. Bir saat yol gedirik, hələ çatmamışıq. Ərazi böyükdür. Yəni ən azı bir 3-4 saatimizi bura ayırmaq lazımdır ki, rahat gəzə biləsiniz. Nəfəsimiz kəsildi gəlmək üçün bura. Hələ tam başı var. Dəhşət. Yəni bir 10 dəqiqəlikdə yol qalır. Nəfəsimiz kəsildi. Biraz da xəstəyəm. Ciyərlərim nəfəs almır. Ümumiyyətlə tam yuxarıya çıxa bilməyəcək. Hələ buradan 15 dəqiqəlik yol var yuxarı. Geldik, çıxdıq Kyoto'nun başka bir bölgesine, araya Şami, Bambuya gedirik. Böyle arabaları, burada at arabalarını bunda insanlar sürür. Daş balansları var. Və çox şirindir bu hissə, çox dəyişik. Geldik, çıxdıq Kyoto'nun təbii bambu meşələrinə, meşəsinə. Ərazi çox böyükdür və qədim hissəsidir. Təbii meşələrdir. Çox maraqlı, çox təmiz havası var. Hava soyuq deyil. Baxmayaraq yağış yağmışdı, amma yaxşıdır. Japonlar da şabalıt yeyirlərmiş. Kyoto'dan Osaka'ya Adi Express qatarına geldik. 28 dəqiqəyə. Belə oturub gəldik. Elə düşürük. Bu şəhərin mərkəzinə gedir, amma sürət qatarı